Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala habibina Muhammedenil emin ve ala alihi ve sahbihi ve barik ve sellim ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Rabbi zidni ilmen ve fehmen ve elhikni bis salihin. Amma ba'du ya ibadurrahman. Usikum ve nefsi bi takvallahi ve taatik. İnna Allaha ma'allezine ettekav vellezine hum muhsinun. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu değerli kardeşlerim. Hepiniz hoş gelmişsiniz. Allah Azze ve Celle hamdolsun bir daha bizleri öz zikri etrafında bir araya getirdi. Allah Azze ve Celle bunu bizler için faydalı etsin. Hem dünyamız için faydalı etsin. Hem ahiretimizde güzel bir neticeni elde etmek için vesile etsin. Ve bizleri Rabbimiz hüsnül hatimeye çattırsın. Yani güzel sonluğa çattırsın. Qardaşlar, deməli, qardaşlığın gərəyinəndir ki, qardaş qardaşının yanında olsun. Hansı ki, əsl qardaşlıq, yəni keyfiyyətli qardaşlıq, keyfiyyətli möminliyi mütəfəkkirlər belə vəsf edirlər. Qaranlıq gecədə, bilirsiniz də, qaranlıq gecə ümumiyyətlə bəlalarla müqayisə olunur. Qaranlıq gecə dərdlərlə, sıxıntılarla müqayisə olunur. Qaranlıq gecədə, deyir, səmada bəliri verən, yəni ortaya çıxan ulduzlar kimidir qardaşlıq deyir. Yəni ola bilər ki, onun xeyrində yanında olmasın o insan. Ola bilər də xeyrində yanında olmasın. Amma və lakin şərində, sıxıntılı anlarında bir müsibətə düçar olduğu zaman o insan həmən ulduzlar kimi olmalıdır, onun yanında olmalıdır. Ona görə də bu ulduz məsələsi qardaşlığın keyfiyyətini, bəla və müsibət məsələsi də səmanın qaranlığını, yəni gecənin qaranlığını, tutqunluğunu bildirir. Və burada müsəlman üzərində olan haqlarından biri olan ziyarət haqqı zikr olunur ki, bu ziyarət başlıca xəstə olduğu zaman ona edilən ziyarətdir ki, edilməlidir. Baxın, deyəcəm, indi Allahın izi ilə yanlış anlaşılmasın və yaxud da kim necə istəyirsə elə anlasın. Biz bu xüsusda çox sinifdə qalmışıq, həqiqətən. Həqiqətən söz veririk, gələcəyik deyə, 3-5 qardaşla sizi ziyarət edəcəyik və yaxud da səni ziyarət edəcəyik deyə çox sinifdə qalmışıq. Sələfin salih qismi olan kimsələr, yəni o xeyri nəsil, əslində xəstə ziyarətlərinə, qardaşlarına görə fikir verməklə yanaşı, həmçinin qardaşının evinə getdiyi zaman bu əməlin müqabilində orada hansısa hidayətlərə vəsilə olmağı da öz planlarının, proqramlarının içərisinə salırdılar. Və müsəlman qardaşını və yaxud da müsəlman qardaşının atasını, əmisini, babasını xəstə ziyarət etməklə orada dəvət toxumlarını səpirdilər insanların sədrlərinə. Və İslamda olmayan və yaxud da İslamda olub da Rəbbi ilə arasındakı bu nəsiblənməni həyatında yaşamayan kimsə, nəsiblənmə deyəndə bilirsiniz də Allaha yaxınlaşmanın yollarından gedir söhbət. Başda namaz, ondan sonra sədəqə və s. digər əməllərlə. Bu kimi şeylərdən nəsiblənməyən insanlar baxır ki, bu necə bir topluluqdur? Həqiqətən bu necə bir topluluqdur? Həqiqətən onlar bir-birlərini xəstə olduqları zaman ziyarət eləyərlər. Onlar bir-birlərini unutmazlar. Onlar bir-birlərinin daima yanındadırlar. Bu, qıraqdan ibrət nəzəriyyəsi ilə baxan insanlar üçün çox önəmli bir faktordur. Və sən bu əməlləri etməklə, bu əməllərə təşviq etməklə həqiqətən İslamı insanların gözündə sevəcən, sevimli, dəyərli, nəvaziş dolu bir din halına gətirmiş olursan. İnsanlar belə şeylərə fikir verir. Yəni diqqətimizi buna belə deyək, yaxınlaşdırmaq istəyirəm ki, insanlar istər İslamda olsun, istər İslamda olmasın, belə şeylərə fikir verirlər, qardaşlar. 5 dəqiqə də olsa, 10 dəqiqə də olsa o qardaşımızı ziyarət etməliyik. Çünki bu şey onun bizim üzərimizdəki haqqıdır. Lakin maraqlanırıq. Telefonla qisitləyirik məsələni. Onsuz da yığdım, zəng etdim, soruşdum və s. və ilaxır. Və yaxud da özümüzə uydurumsuz haqlılıqlar payı çatmağa çalışırıq. Qardaşın evi müsait deyil. Nə bilim, getsəm narahat eləyərəm cəmaatı. Qardaş, get 5 dəqiqə görür çıxısı. Qapının ağzına get, qapının ağzında çıxsın, sən gör onu, oradan qayıt. Görsün ki, sən Allah üçün ona doğru addımladın. Və həmçinin orada qardaşın rızası deyil ha, əsl məsələ. Orada əsl məsələ aləmlərin Rəbbi olan Allah-u Teala'nın rızasıdır. Ki biz
o zatın rızasını əldə etməkdən dolayı onun qulunun, onun yaratmış olduğu o kimsənin, bizə qardaş etmiş olduğu o kimsənin qapısına, ona doğru addımlayırıq. Onun rızasından dolayı. Qardaş bizdən razı olsun, nə olsun, olmasın, nə olsun. O razı olsun bizdən. Ona görə addımlayırıq. Və bu əməl aradakı sevgi bağlarını qüvvətləndirir. Aradakı uxuvəti, aradakı uxrəvi bağları çox sağlam hala gətirir, qardaşlar. Və biz nə yazıq ki, həqiqətən də bu xüsusda sinifdə qalmışıq. Allah Azza və Cəllə bizlərə bu həssaslığı nəsib eləsin. Allah Azza və Cəllə bu əməldən belə deyək, həm özü faydalanan, həm ətrafındakı insanları faydalandıran qullarından etsin bizləri, öncülərdən etsin bizləri. Allahümmə əmin. Deməli, İmam Nəvəvi Rahmetullahi Aleyh xəstə haqqında zikr eləyəndə o buyurur ki, xəstəni ziyarət eləməklə bağlı. Deməli, İmam bunun necə önəmli bir faktor olduğunu biz bir neçə cümlə ilə də olsa ön plana çəkdik. İmam bunun necə önəmli olduğunu Allahın izniyle zikr eləyir və bu iki halın insan həyatında çox önəmli olduğunu bildirir. Bir xəstəni ziyarət eləməyi, bir də həmən xəstə qardaşının ölümü gəldiyi zaman ona, ölüm ona gəlib, nəfsi ölümü daddığı zaman onun cənazəsində iştirak eləməyin də həmçinin sənin üzərində haqq olduğunu, mütləq orada ola bildiyin təqdirdə olmağın gərəkdiyini bizlərə İmam Nəvəvi Rahmetullahi Aleyh belə bildirir. Hədis Bəra İbn Azib'dən rivayet olunur radiyallahu anhu teala. Rivayet edildiyinə görə belə deyir o. Rasulullah sallallahu aleyhi ve sellem bizə xəstəni ziyarət etməyi, cənazə qaldırmağı, yəni cənazəni çiğnəməyi və yaxud da ən azından onun arxasıca getməyi, axsınana, askırana dua eləməyi, and içdiyin zaman, yəni əhd bağladığın zaman onu pozmamağı, zülm görənə yardım etməyi, dəvətə icabət etməyi, səlamı yaymağı əmr elədi. Bax, bunlar həqiqətən Peyğəmbər sallallahu aleyhi və səlləmin sizin ən xeyirliniz, sizin ən xeyirliniz, sizin ən xeyirliniz deyərək mövzuya başladığı o şeylərdir. Sizin ən xeyirliniz aranızda salamı yayanınızdır. Və yaxud da Peyğəmbərimiz buyurur aleyhissalatü vesselam sizin ən xeyirliniz verdiyi vədə sadiq qalan kimsədir, əhdinə sadiq qalan, onu pozmayan kimsədir. Və yaxud yenə Nəbi sallallahu aleyhi və səlləm sizin ən xeyirliniz qardaşı xəstəykən onu ziyarət eləyəndir. Xəstə qardaşını ziyarət eləyən kimsə onun yanında Allahın rızasını tapar. Anlaşıldı mı? Ki biz bilirik ki Allahu Teala bir hədisdə buyurur ki Nəbi sallallahu aleyhi və səlləm birbaşa olaraq Allah Azze ve Celle deyir, qulundan deyir, sual eləyər. Və belə buyurar. Deyir, xəstələndiyim zaman məni niyə ziyarət eləmədin? Allah Azze ve Celle deyir, buna deyir, xəstələndiyim zaman məni niyə ziyarət eləmədin? Ehtiyacım olduğu zaman mənim ehtiyacımı niyə ödəmədin? Və sair və ilaxır bir neçə argumentlər səsləndirər və qul Allah-u Teala'ya müqabil olaraq cavab verər ki, ya Rabbi, sən xəstələnməkdən bərisən. Sən necə xəstələnə bilərsən? Ki, Allahın həqiqətən vəsbidir bu. Allah Azze ve Celle bəridir elə şeylərdən. Lakin Allah-u Teala'nın toxunmaq istədiyi yeri sizin hamınız yaxşı bilirsiniz ki, Rabbul Alemin orada demək istədiyi odur ki, yəni qulum xəstə idi, mənim rızam onun yanındaydı, sənsə onu ziyarət eləmədin, mənim rızamı qazanmaq istəmədin, qulum sənin qapına gəldi, hansı ki mənim rızam onunla bir yerdə gəldi sənə, sənsə onun ehtiyacını ödəmədin. Və bütün bunların hər birisinin şəriətə müvafiq olan, səvab qapısı olan, əfzəl olan bütün bu əməllərin işləməli olduğun yerlərdə işləmədiyin təqdirdə həmən o yerlərdə Allahın rızası var idi. Sənsə bunlardan üst söndərdin. Sənsə bunlardan yan keçdin. Allah-u Teala'nın haşa və kəllə mərhəmət sifəti olmasaydı, əsması olmasaydı, bilirsiniz insanoğluna nə deyərdi? Hansı üzlə məndən nəsə istəyirsin? Keçən dərslərimizdə oldu, o ayıb örtmə məsələsində. Allah-u Teala deyəcəyi Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, örtdünmü ki örtüm? Allah-u Teala əgər qulun qula etmiş olduğu əməllərlə ona müamilə eləsəydi, rəftar eləsəydi, Allah-u Teala deyər ki, etdinmi ki edin?
İstədinmi ki, yəni hazır azuqə idi də və bu sənə təqdim olunmuşdu və sənin bunun haqqında məlumatın var idi. Getdinmi ki, onu qazanmaq üçün mən orada onu sənə verim, qazandırım onu sənə. Ona görə qardaşlar, bu kimi şeylərə dəvətə icabət etməkdir, zülmün qabağını almaqdır, salamı yaymaqdır, cənazəni qaldırmaqdır, xəstəni ziyarət etməkdir, asqırana dua etməkdir. Qardaşın qardaşın üzərində, müsəlmanın üzərindəki haqlarından birisidir, başlıca haqlardandır hətta. Bundan dolayı salihlərdən bir kimsə gəmisinin ağzını döndərir, içində olduğu gəminin. Qayıdır limana, qayıdır və asqırana deyir ki, yarhamukallah. Ondan sonra bir də qayıdır, çıxır gedir ki, qardaşım asqıranda mən eşitdim, mən ona dua edəcək məsafədə deyildim. O mənim üzərimdəki haqqıdır o. Yəni, Allah Teala bizə həssaslığı həqiqətən nəsib eləsin. Belə mövzular qazandıran mövzulardır. İtirən və yaxud da itirməyinə səbəbiyyət verən mövzular deyil. Və Əbu Hüreyrə yenə birəsi bir mövzu haqqında Nəbi sallallahu aleyhi və səlləmlə bir hədis rivayət edir. Və belə buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur, bir müsəlmanın bir digər müsəlmana qarşı 5 vəzifəsi vardır. Salamını almaq. Bax, bu gün həqiqətən müsəlmanlar bununla bağlı bir-birlərinə qarşı çox təfrika içindədirlər, fitnə içindədirlər. İki tərəfin ikisinin də zahiri görünüşü İslam görünüşüdür. Lakin adam onun zahirinə baxmır, özünü onun Rəbbi yerinə qoyub batini ilə maraqlanır. Sən kimsən ki, onun qəlbinə inəcəksən? Onun qəlbinə inə bilmərsən axı sən. Sən onun qəlbinə inə bilmədiyindən dolayı, sən onu nə ilə barışmalısan, nə ilə ona müamilə eləməlisən, ancaq və ancaq zahiri ilə. Lakin adam nə deyir? Görəsən bu nə qədəsi nədir? Qardaş, heç ananın yeri də adama deyərlər. Həqiqətən, adam gəlib bu adamın zahiri müsəlmandır. Saqqalı var üzündə. Gəzdiyi zaman əxlaqı onsuz da sənə kim olduğunu göstərir, kim olduğunu deyir. Adamın üzünə qışqırır ki, bunun davranışı, bu adam müsəlmandır. Və səndən üzbəyüz gəldiyi zaman sənin zahirinə görə sənə rəftar edir və deyir, Əssəlamu aleykum, sən başımı yellirsən. Vay olsun sənin halıba. Bir müsəlmanın 5 vəzifəsindən biridir o salamı almaq. Ona gözəl şəkildə cavab vermək. Nəbi sallallahu aleyhi və səlləm ona Əssəlamu aleykum deyən bir kimsəyə deyərdi ki, və aleykumussalam, bir əzdə Əssəlamu aleykum və rəhmətullah deyən kimsəyə, aleykumsalam və rəhmətullah deyərdi. Rəhmətullah deyən kimsəyə rəhmətullahi və bərəkatu deyərdi. Sahabə rivayət edir ki, başını qaldırardı deyir, gözlərini salam verən adamın gözlərinə dikərdi, təbəssüm eləyərdi və görmüş olduğu rəftardan daha gözəlini qarşı tərəfə göstərərdi. Bu dəqiqə normal şəkildə biz, normal şəkildə salam belə ala bilmirik qarşı tərəfdən. Elə surətli salam deyir ki, bilmirsən ki, bu adam ikrah altında qalır sənə belə salam verir, yoxsa nə yaşayır içində, hansı dini yaşayır içində ki, sənə belə salam verir, səndən belə salam alır. Və Allah Resulü Aleyhisselatü Vesselam'ın salamlaşmaq, qarşı tərəfə rəftar qaydasını da bu şəkildə zikr etdikdən sonra Aleyhisselatü Vesselam Efendimiz xəstəni ziyarət etməyin işin olmazsa olmazı olaraq göstərir. İşin olmazsa olmazı xəstəni ziyarət eləməkdir. Onun yanında Allahın rızası var. Onun yanında hidayətə doğru açılmış qapılar var. Onun valideynləri, ailə üzvləri və yaxud da onunla qalan nənəsi olsun, babası olsun və yaxud da orada səni görmədiyi təqdirdə bu əməldən xəbəri olan kimsələrin qəlbinin İslam'a yumuşaması olsun. Hidayətin qapıları var deyir o xəstənin evində. Aleyhisselatü Vesselam Efendimiz buyurur ki, həmsinin cənazə mərasimində də iştirak etmək, qardaşın, müsəlman bir kişinin digər müsəlmanın üzərində haqqıdır ki, onu təqib eləməli, onu çiyinləməli və həmçinin mərasiminin, yəni o məclisinin sonuna qədər onun başının üstündə durmalı, onun namazını qılmalı, ona dua etdikdən sonra oradan ayrılmalıdır.
və dəvətə icabət eləmək, askıran dedik və dəvətə icabət eləmək də bilirsiniz ki, sevginin, tam bir sevginin göstəricisidir. Yəni sən bir insana iddia edirsən ki, səni sevirəm. Qardaşın səni Allah üçün sevir və o səni Allah üçün bir yerə çağırdığı zaman öz məclisinə, övladının əqiqinə və sair və ilaxır şəriətin müvafiq olduğu yerlərə səni çağırdığın zaman sənin getməli olduğun, gedə biləcəyin yerlərdirsə onlar, getmədiyin təqdirdə bir müddətdən sonra sən o insana vallahi ki səni sevirəm dediyin zaman o sənə qayıdıb deyəcək ki, and olsun ki sən yalandan başqa bir şey söyləmirsən. Bax, sevdiyini iddia etdiyin adam, səni sevirəm dediyin adamın dəvətlərinə icabət etmədiyin halda bir dəvətinə, iki dəvətinə, üç dəvətinə icabət eləmirsən, bunların müəyyən adları var o məclislərin, əqiq olsun, toy olsun, bayram olsun, şəriətə müvafiqdirsə, şəriət müstəvisindədirsə əgər, sən etmirsənsə ona icabəti və sonra o insanla qarşılaşanda and olsun ki, səni sevirəm deyirsənsə, o insandan eşidəcəyin tək bir cümlə var. Əgər səmimi və ürəkli adamdırsa, sənə deyəcək ki, vallahi sən yalandan başqa bir şey danışmırsan. Sevən də sevdiyinin dəvətini icabət eləməzmi? Biz bugün cahillərə nə deyirik? Deyirik ki, Allahı sevdiyinizi iddia eləməyin. İddia eləməyin ki, siz Allahı sevirsiniz. Çünki Allah-u Teala sevginin qaydasını qoyub qabağımıza. Allah-u Teala onu sevənlərin hansı halın içində olmaqları gərəkdiyini bizlərə bildirir. Və Peyğəmbərinə buyurur ki, Əstəğfirullah, qul in kuntum tuhibbunallaha fattabi'uni. De ki, əgər Allahı sevdiklərini söyləyirlərsə, sənə ittiba eləsinlər. Ona ittiba eləmək aleyhissalatu vesselam'a insan nə yaparır? Allahın dəvətinə icabətə. Ucibu da'vətəd da'i izə da'an. Dua etdikləri zaman dualarına icabət eləyərəm. Dua nədir? Allah-u Teala'ya çağırışdır. Allah sənin çağırışına Rabbul Alemin olaraq icabət eləyir. Sən kimsən ki? Qarnında nəcis daşıyırsan da və iki damcı çirkin sudan əmələ gəlmirsən. Aləmləri xəlq edən Allah sənin dəvətinə icabət eləyir, çağırışına. Ucibu da'vətəd da'i izə da'an deyir. Dua eləyərlər, dualarına icabət eləyərəm. Yalnız o deyir ki, hayya aləs-salah, hayya aləl-fəlah. Xeyrə gəl, qurtuluşa gəl, nicata gəl. Görüşümə gəl, meyraca gəl. Sən nə deyirsən? Sən deyirsən ki, mən tənbəllik içindəyəm. Hələ ki mənə qismət deyil. Bax, dəvətə icabət eləmək birinci Rəbdən başlayır. Bu şeyləri anlamaqdan ötürü Allahın dəvətinə icabət eləmək lazımdır. Düzgün icabət eləsən, onsuz da naqisliklər səndən qalxacaq. Çünki innə salətə tənhə anil fəhşəyi vəl münkər. Şübhəsiz namaz insanı pislikdən və çirkinliklərdən alıqoyar. Elə ola bilməz ki, sən namaz qıla-qıla pislik və çirkinlik içində olasan. Demək ki, sən o namazı anlamamısan. Kitab yalan danışa bilmədiyinə görə demək ki, sən yalan danışırsan. Və qardaşlar, biz zikr elədik, Allah'a həmd olsun ki, xəstəyə ziyarət eləmək, müsəlman üzərində olan haqları və həmçinin xəstəni ziyarət etdiyi zaman Elhamdülillah Yəhdikumullah və yuslih bərik və xəstəni ziyarət etdiyin zaman Nəbi sallallahu aleyhi və səlləmin müamələsini özünə örnek et özünə və ona təskinlik ver. Heç narahat olma, bu hal sənin üzərindən qalxacaq. Gözəl şəkildə. Etdiyin duaya inan. Bugün insanların bəlalarından birisi də budur. İnsanoğlu etdiyi duaya qardaş inanmır. Dua eləyir. Məsələn, orada ona dua edir. Bayıra çıxır, çölə çıxır, həmin evdən qayıdır belə. Dua eləməyini elədi, amma inanmıram, bundan sonra düzəlsin. O nə vəziyyətdə deyil. Allah bəlkə də qatında məqbul eləyib sənin duanı. Bəlkə də vəsilə olacaq. Həqiqətən, çox insan çıxır, dua etdiyi evin qapısının çölünə çıxır, deyir, dua eləməyini elədi, amma çox pis idi vəziyyəti. Sən kimə dua eləmirsən? Gecə ilə gündüzü onun üzərində gəzdirən Allaha dua eləmirsən də. O sağlığı, səhhəti ona verən, xəstəliklə onu imtihan edən, sonradan onu yenidən sağalda biləcək olana dua eləmirsən də, əllərini ona açmısan. Ona görə dua etdiyimiz zaman özümüz birinci inanmalıyıq ki, bəli, mən dua elədim. Allah-u Teala deyir ki, xəstələndiyi zaman
Ona şəfa verən mənəm. Allah ona şəfa verəcək. Əgər onun üçün bunu təqdir edibsə. Etməyibsə Allah onun üçün qəbri rahatlaşdırsın. Belə eləmək, belə Allahın izni ilə, Allah onun üçün hesabı rahatlaşdırsın. Belə dua eləmək lazımdır. Nəbi sallallahu aleyhi və səlləm xəstəni ziyarət edəndə təskinlik verərdi və sonra ona dua eləyərdi. Buyurardı ki, Əfəndimiz aleyhissalatu vesselam, La bə'sə tahurun inşallah. Pis olma. Niyə pis olursan ki? İnşallah ki, günahlarına kəffarədir. La bə'sə tahurun inşallah. İnşallah ki, təmizlənirsən deyir. Tahurun, tahir olursan deyir. Təmizlənirsən. Pis olma deyir. Yəni Allah-u Teala sən günahlarından azaldır. Ki Ayşə anamız nə deyir? Nəbi aleyhissalatu vesselam buyurdu ki, müminin barmağına batan bir tikan belə onun günahlarının kəfarəsidir. Və Allah Resulü deyir ki, biriniz qardaşınızı ziyarət etdiyi zaman onun baş ucunda durun deyir. Və əlinizi deyir, onun deyir başına qoyun. Və ona belə dua edin. Əsəlullahəl-azim, Rabbəl-arşil-azimə yeşfiyək. Əzəmətli ərşin sahibi olan Allah sənə şifa versin. Və 7 dəfə bu duanı edin deyir. Əgər deyir ona ölüm təqdir olunmayıbsa, Allah onun üçün ölüm yazmayıbsa o xəstəlik səbəbilə, heç şübhəsiz ki deyir, onun deyir bədəni şəfa tapacaq. Heç şübhəsiz ki o yatmış olduğu yerdən sağalmış şəkildə, daha gözəl şəkildə ayaqlanacaq. Və yenə deyirəm, işin başı nədir? İşin başı etdiyin şey özünün inanmağı. Özümüz inanmalıyıq qardaşlar. Özümüz inanmalıyıq ki bu içində olduğumuz əməlin bizə bir faydası var. Etmiş olduğumuz duanın məqbulluğu şübhəsizdir. Ona görə insanoğlu gərək birinci etmiş olduğu əməllərdə səmimi olsun. Səmimi olsun, ixlaslı olsun. Allah-u Teala həqiqətən onun ixlası səbəbilə, onun qardaşına üzülməsi səbəbilə onun ömrünə bərəkət verər. Onun biraz da əməlini artırar. Bəlkə də o dəhlidirsə, Allah-u Teala 2-3 gün və yaxud da 2-3 saatlıq onun tövbə istiğfarla onu cəhənnəmindən çıxardar, cənnətinə salar. Çünki onsuz da bizə lazım olan nədir? Əbədi yurdu olan axirət yurdudur, elə deyil. Allah Azze və Cəllə müvəffəq eləsin, bizləri cənnətinə alsın. Allah Azze və Cəllə bizləri beləsi xeyirli əməllərdən gerdə qalacaq günahların sahibi eləməsin. Əgər belə xeyirli əməllərinin qarşısını bizim günahlarımız alırsa, Allah-u Teala o günahlarla aramıza sədd çəksin. Allah Azze və Cəllə o günahları bizdən bağışlasın. Tövbələrimizi qəbul etsin. Və insanların üzünün ağ olduğu gündə bizim də üzümüzü ağ eləsin. Və axiri və dəvənə inilhamdülillahi rabbil alemin.